Gəldin Rəşid yenə sən. Gəl bax da, bir dənə bağ çıxdı Rəşid. Fatmaya bağlarında, dağın üstündə, 8 sotun içində, paket kupça, 6 otaqlı, tam təmirli ev. Gəl həyətimizdə tanış olaq. Yola yaxındır. Evə qədər asfalt yoldur. Hələ buna bax, elə ki, şam ağaclarına bax. Gör buna bax, səliqə ilə düz gedir. Çox Burada gözəl. hələ maşınla bax, padvalı yol gedir. Bir də ona da baxın. Bax, gəldin inşallah. Allah alına xeyir versin. Girdin maşınla pramı qaraja. Mansardı var. 4 mərtəbə evdir. Monolit arası. Rəşid, hələ bilirsən, bunun şəlaləsi də var. Görmürsən onu? Gedək baxaq. Gəl bax da. Hələ bunun şəlaləsinə bax sən. Gözəl ya da buradadır. Mərtəbə arası betondur. Onu bilmirdim doğrudan. Bax, şəlaləsi burada. Bu evin qabağıdır. Dizaynlı. Nə ağac dişisi də var burada, bax. Güllər, çiçəklər. Bisetkası da var. Hələ bunun mənzərəsinə bax, Rəşid. Mənzərə deyirlər. O mənzərə bax, budur. Görüm, kim belə ev tapa bilər? Burada gələcəkdə inşallah basen də eləmək olar. Promoy mənzərəyə baseyni baxsın. Evin dizaynına baxın. 4 mərtəbədən ibarətdir. Bir Neçə mərtəbə sot aşağı idi sayılır. Ceyhun bu? Necə? Neçə sot idi? 8 sot paket kupça. Superdir. Qiymətini də indidən deyirəm, bax, yola baxın, gölə baxın. Yoldakı yaxındır. Hə. Əladır. Bu da mənzərəsidir. Təmiz havası. Qiyməti də deyim, Rəşid, 300.000 manat sonudur ya. Ya o yan bir yanı yoxdur. Aşağı yuxarı olmayacaq. 300.000 sonu. Yəni Paket dəyər. kupça. Bu qiymətə ev dəyər. Əlbəttə dəyər. Girəyin evlə tanış olağın. Kondisionerlər qalacaq. Kondisionerlər hamısı da qalacaq. Komp sistemi. Evə qabaqdan da, arxadan da giriş var. Rəşikə bir dənə burada bax, ha. İşıqlarımız da yanmır. Bax, burada da bir hamam tualetimiz var. Bax, burada da bir hamam tualetimiz var. İşıqlar yoxdur, tam dəqiq çəkilmir. İnşallah real alıcı gəlib özü görəcək də. Burada da bax, qaraja girir. Promoy qaraj. Orada da 2 dənə otağı var, onlar qaranlıqda ona görə çəkə bilmirik. Bu birinci mərtəbəsi. İndi çıxırıq ikinci mərtəbəyə. Hətta burada da hamam tualetimiz var, Rəşid. Buradan da bir dənə çək, Rəşid, hamam tualeti. Bu da bir balaca bir otaqdır. Yəqin paltarlar üçündür. Bura mətbəximizdir. Mebel də qoyulub, hazır. Nə işlər varsa, xırda-xuruş işlər hamısını alana təhvil verəcəyik. Yeri düzündə Rəşid istifol da. Mebelləri göstərdin. Nə yarımçıq işlər var, hamısı yerinə qoyulacaq. Buradan da balkona çıxış var. Bu da bizim zalımızdır. Wi-Fi də var. İnternet xətti də var. Çox gözəl evdir. Belə evi heç kim tapa bilməz. Otaq çox genişdir. Bu belə zal harada tapa bilərsən? Kondisionerlər də bax, təp-təzə Alp firmasındandır. Ay. Çıxaq indi 3-cü mərtəbəyə. Mənə gəlir ki, Rəşid, bütün ev istifoldur ya. Burada hələ hamam tualet var, Rəşid. Burada bax, bir deski otaq, spalni. Bura hamam tualetimiz. Buranı da Rəşid istəyək. Deski otaq. Burada da var, bax, bir otaq.
Evi də elə götürüblər ki, promi mənzərəyə baxın. Burada bir koridor kimi balkonda çıxış var. Burada da bir zal. Zalda hətta hamam tualet də var burada. Burası spalni gedir də oje. Yataq otağı. Burada da bir hamam tualet. Burada da ki, yəqin ki, şkaf üçün nəzərdə tutulub. Şkafları yığmaq üçün. Burada da bir kondisionerimiz var. Təptəzə ARK firmasından. Şifamız yox. Buradan da balkona çıxıyor, balkondan da çəkək elə ki. Bax, mənzərə bax budur. Kim nə deyir, mənzərə. Gəlsin, bax, bunun kimi belə bir mənzərə tapsın. Oraları çəkir ki. Hər bir yer görsənir də. Tüm Bakı. Gündüzdə yerləşir. Həmişə yer Çağıcı 4-də. Buraya yazdım mağazam. Yəqin ki. Bura stadion deyil ki, bura idman zalı. Rəşid, buradan da qapı var, balkona çıxış var. Buradan da var. 2 dənə balkona çıxışı var. Rəşid, gəl bir dənə buradan da mənzərəni göstər. O bir tərəfi mənzərəsini göstər. Bu da istifol gedir də Rəşid. Buradan da hətta çıxış var. O bir mənzərəyə baxmağa. Mənzərələrimiz çox deyil burada. Hamı mənzərə deyil. Qiymət də sonu, yenə deyirəm, 300.000 AZN, paket kupça 8 sot. Yəni aşağı yuxarı olmayacaq. Son qiymət 300.000 AZN-dir. Allah alana da, satana da xeyir versin. Evlərimiz çoxdur. Kanalımıza abunə olun.